Dünən İranda gecə saatlarında bir sıra şəhərlərdə etirazlar davam edib. Bildirilir ki, etirazçılar Kərəcdə İslam Şəhər Şurasının binasını yandırıblar. Həmin bölgədə toplaşan gənclər şəhərin müxtəlif nöqtələrində İslam Respublikasına məxsus bannerləri, rəsmi simvolları və bayraqları endiriblər. Fars əyalətinin Neyriz şəhərində keçirilən etiraz mitinqinə təhlükəsizlik qüvvələri tərəfindən göz yaşardıcı qaz atıldığına dair videolar paylaşılıb. Qəzvin əyalətinin Əlvənd bölgəsində isə çoxsaylı etirazçının küçələrə çıxdığı görünür. Nümayişçilər nə Qəzza, nə də Livan, İran üçün canımı fəda edərəm şüarları səsləndiriblər. Tehranın Naziabad məhəlləsində də sakinlər küçələrə çıxaraq diktatora ölüm olsun şüarları ilə etiraz ediblər. Kərmanşahda isə repressiv qüvvələrin etirazçıların qarşısında cərgə hamında düzülərək aksiyaların qarşısını almağa çalışdığı bildirilir. Dünən axşam saatlarında İlam əyalətinin Abdanan şəhərində kütləvi etirazlar baş verib. Məlumata görə şəhər sakinləri geniş şəkildə küçələrə çıxıb. Yerli mənbələrin bildirdiyinə görə, Abdananda Ofuq Kuroş mağazasına daxil olan şəxslər düyü kisələrini cıraraq yerə səpiblər. Hadisə zamanı şəhərdə vəziyyət xeyli gərginləşib. Təxminən bir saat sonra təhlükəsizlik qüvvələrinin şəhərdən çəkildiyi, nəzarətin isə etirazçıların əlində qaldığı iddia olunur. Bununla yanaşı, Abdananda elektrik enerjisinin kəsildiyi, internetin isə əksər ərazilərdə tamamilə dayandığı və ya ciddi şəkildə zəiflədiyi bildirilir. Vəziyyət xeyli gərginləşib. Təxminən bir saat sonra təhlükəsizlik qüvvələrinin şəhərdən çəkildiyi, nəzarətin isə etirazçıların əlində qaldığı iddia olunur. Bununla yanaşı, Abdananda elektrik enerjisinin kəsildiyi, internetin isə əksər ərazilərdə tamamilə dayandığı və ya ciddi şəkildə zəiflədiyi bildirilir. Tamamilə dayandığı və ya ciddi şəkildə zəiflədiyi bildirilir.